Axşamınız xeyir olsun. Xoş gördük. Sağlam axşamınız xeyir. Necəsən? Sağ olun. Çox sağ olun, siz yaxşı olasınız. Müəllimlər, deməli bizim dərsimiz idrak taksonomiyasıdır bugün. İdrak taksonomiyası ümumiyyətlə müəllimlər kurikulumun çox vacib mövzularından biridir. MİQ müəllimlərinə 3 sual, ən azı 2 sual, 3 sual deməli taksonomiyadan düşə bilər, hətta 4 sual. Sertifikasiya müəllimlərinə də yenə 2 sual taksonomiyadan düşür. Ümumiyyətlə kurikulum tətbiq olunandan taksonomiya demək olar ki, həmişə bütün imtahanlarda bütün fən müəllimlərinə düşmüş bir mövzudur. Ona görə taksonomiyanı oxumaq vacibdir, amma əzbərləmirik. Ümumiyyətlə taksonomiyanı əzbərləməyə ehtiyac yoxdur nəysə. Hər hansı bir açar sözlərimi, hər hansı bir açar məqamlarımı, mən həmişə deyirəm ki, açar sözü əzbərləməyin. Bir açar söz bir neçə mərhələdə var. Ona görə siz bir açar sözü əzbərləməklə müəllimlərimiz bir-bir qoşulur, ona görə ara kəsildi. Bir açar sözü öyrənməklə bir açar söz bir neçə mərhələdə var. Siz bu açar sözü öyrənəndə nə bilim bu anlamaqdadır, tətbiqdədir, təhlildədir, eyni açar sözdür. Gərək biz situasiyaları anlayaq, gərək biz başa düşək. Ona görə həmişə çalışın, başa düşməyə çalışın situasiyaları, ümumiyyətlə taksonomiya. Və biz taksonomiya üzərində də yetəri qədər müzakirələr aparacağıq. Siz sentyabr qrupu olduğunuz üçün sizinlə biz taksonomiyanın üstə bir neçə dərs qalacağıq. Bunu tam arxayın, 100% mənimsəyəcəksiniz taksonomiyanı. Elə bir şey olmayacaq ki, siz taksonomiyada hər hansı bir sual sizin üçün qaranlıq qalacaq. Yəni nə qədər situasiyalar üzərində işləyəcəyik, nə qədər testlər işləyəcəyik. Yəni buna görə arxayın olun ki, bunu öyrənəcəksiniz. Amma ki, təbii ki, çalışacağız. Bilirsiniz ki, çərçivə sənədində də yenilik oldu. Yeniliyə görə də artıq biz yalnız idrak taksonomiyasını öyrənəcəyik. Ümumiyyətlə neçə illərdir heç psixomotor və emosional taksonomiyadan suallar düşmürdü. Yəqin ona görə də artıq çərçivə sənədindən çıxarıblar. Amma biz idrak taksonomiyasını çox yaxşı, çox dərindən öyrənəcəyik inşallah. Dilşad müəllim. Dilşad müəllim, eşidirsiniz məni? Əfsanə müəllim. Səs arada kəsildi, indi gəldi. Hə, səsim gəlir, əla. Dilşad müəllim, eşidirsiniz məni? Bəli, müəllim. Aha, mən sizi eşitmirdim. Dilşad müəllim, taksonomiyanın dedik ki, 6 mərhələsi var. Var aşağı təfəkkür səviyyəsində olan deməli mərhələ, var yuxarı təfəkkür səviyyəsində. İndi siz mənə həm aşağı, həm yuxarı təfəkkür səviyyəsinə uyğun olaraq taksonomiyanın mərhələsini sayın. Aha, deməli 6 dənədir. Xatırlamaq, anlamaq, təhlil etmək, tətbiq etmək, dəyərləndirmək, yaratmaq. Bu 2001-ci il versiyası idi. 1956-cı ildə isə xatırlamağın yerinə biliyi idi. Sintezin yerinə də elə bil ki, sintez əvvəlki versiyada 5-ci yerdə idi. İndiki versiyada isə sintezin yerinə belə deyək də yaratmaq versiyası gəlib. Yaratmaq da bilirik ki, sonraki versiyada ən axırıncı yerdə olan, yəni 6-cı yerdə olandır. Sonra aşağı təfəkkür səviyyəsi var, dedik yuxarı təfəkkür. 3 dənəsi aşağıdır, bax xatırlatmaq, anlatmaq, tətbiq etmək. Bu 3 dənəsi aşağı təfəkkür səviyyəsidir. Müəllimə səsim gəlir? Bəli, eşidirəm, buyurun. Aha, bir də yuxarı qalan 3 dənəsi də hansı ki, təhlil eləmək, dəyərləndirmək, bir də yaratmaq. Bunları yuxarı təfəkkür səviyyəsi sayılır. Bəli, 3-ü aşağı təfəkkür, 3-ü yuxarı təfəkkür səviyyəsinə sayılır və müəllim bunu sinifdə tətbiq edərkən, müəllimlər, biz bu taksonomiyanı niyə öyrənirik? Sinifdə tətbiq edərkən müəllim şagirdlərə ki, suallar hazırlayır. Suallar taksonomiyanın səviyyələrinə uyğun olmalıdır. Yəni, həm aşağı təfəkkür səviyyəsini dəstəkləyən, həm yuxarı təfəkkür səviyyəsini dəstəkləyən suallar olmalıdır. Bir sinifdə 25-30 şagird olursa, bunların hamısı yüksək səviyyədə oxumur ki, müəllimlər, və yaxud bunların hamısı aşağı səviyyədə oxumur ki, bax, taksonomiya ona görədir. Niyə biz KSG suallarını tərtib edərkən müxtəlif ballara uyğun edirik? 3 ballıq da var, 5 ballıq da var, 10 ballıq da var. Niyə? Bax, bu elə taksonomiyanın mərhələlərinə uyğundur da, hər deməli təfəkkür səviyyəsinə uyğun.
Aşağı səviyyədə oxuyan aşağı sualları yazacaq, yüksək səviyyədə oxuyan hamısını yazacaq. Yəni ona görə biz deyirik aşağı təfəkkür səviyyəsi formalaşdırır, yuxarı təfəkkür səviyyəsi formalaşdırır. Müəllimə, taksonomiyanın hansı mərhələsidir ki, bu mərhələdə deyirəm ki, şagird deməli hər hansı bir informasiyanı, hər hansı bir məlumatı kitabdan oxuduğu kimi deyil, öz sözləri ilə izah edir, öz sözləri ilə öyrəndiklərindən bir nəticə çıxarır. Müəllimə, bu anlamaqdır. Hı Çünki -hı. əgər olduğu kimi öyrənirsə, bu xatırlamaqdır əzbərə. Bu faktoloji biliklə demişdiniz səsdə əsaslanır. Əgər yox, bunu dərk eləyirsə, ümumiləşdirirsə və yaxud da fərqləndirirsə, qruplaşdırırsa, bu artıq anlama mərhələsindədir. Bəli, bu artıq anlama mərhələsindədir. Doğru dediniz Dilşad müəllim. Xatırlamaq faktoloji idisə, bəs anlamaq hansı bilikdir? Konseptual. Bəli, konseptual biliklə əlaqədar olur. Deyirəm ki, şəkildə gördüyünüz alimlərin adlarını deyin. Bu hansı mərhələdədir? Müəllimə, yəqin ki, alimləri əzbərləyib, Aha, xatırlayıb deyir də. Çünki bəli. əzbərləyib əvvəlcədən xatırlayır deyir də. Bəli. Təsəvvür edin ki, 5 dənə alim göstəririk sizə və yaxud 5 dənə səyyah göstəririk. 5 dənə yazıçı göstəririk. Dilşad müəllim, sizdə indi filoloqsuz da. Misal üçün Nizami, Füzuli, bəli. Sabir, bunların şəkillərini göstəririk də bir 5 dənəsini. Deyirəm ki, bunların adını de. Uşaq baxır misal üçün Nizamini, Füzulini tanıyır, xatırlayır deyir da, amma Sabirdə uşaq belə dayanır. Deyirsən ki, əzbərləmək lazım deyil, başa düşmək lazımdır. Deyirik ki, indi belə lorudur da desək, ay bala dedə, bu kimdir? Uşaq belə baxır deyir ki, müəllim, yadıma düşmədi. Yəni xatırlayamadım. Xatırlamadım. Bax, bu olur xatırlamaq mərhələsi müəllimlər. Yəni oxuduğun, bildiyin, öyrəndiyin informasiyanı heç bir dəyişiklik etmədən öz sözlərinlə olduğu kimi təqdim etmək, bu olur xatırlamaq mərhələsi. Deyirəm ki, verilmiş sözləri mənaca növlərinə görə necə qruplaşdırarsan? Siz filoloq olduğunuz üçün ancaq sizə Azərbaycan dil ədəbiyyat sahədən sitasiyalar verəcəm. Qruplaşdırmanı deyirsiniz. Qruplaşdırma anlayır, qruplaşdırır da. Bəli, anlayır, qruplaşdırır. Tamamilə doğru. Verilmiş sözləri mənaca növlərinə görə necə qruplaşdırarsan, mən birinci bu verilmiş sözləri anlayıram, başa düşürəm ki, bu sözün mənası budur, bu sözün də mənası budur. Ondan sonra onu qruplaşdırıram. Anlamasam qruplaşdıra bilmərəm. Anlayıram ki, bunu qruplaşdırıram. Sonra müəllimə, deyirəm ki, iki hadisəni müqayisə edin. Hər hansı bir iki hadisədir. Bunu müqayisə edin. Və yaxud da ixtisasınıza uyğun olaraq isimlə sifəti müqayisə edin. Müəllimə, bu da anlamaqdır. Nəyə görə bağladım? Bu konseptual biliklə. Çünki konseptualdan bağlıdır bu. Konseptualda da oxşar fərqli xüsusiyyətləri müəyyən eləyirdik. Aha. Demək Dilşad müəllim, anlamaq dediniz, düz dediniz, doğru dediniz. Amma biz demirik ki, həmişə konseptual olur. Deyirik çox vaxt. Yəni ola bilər ki, konseptual olmasın, anlamaq olsun, konseptual olmasın. Ona görə o şeyə də diqqət eləyək. İki hadisəni, misal üçün deyirəm, isimlə sifəti müqayisə edin. Mən gərək isimində xüsusiyyətlərini biləm. Sifətində xüsusiyyətlərini biləm. Bunu anlayam ki, müqayisə edə bilim də. Mən bunların xüsusiyyətlərini bilməsəm, misal üçün isimlə sifətin xüsusiyyətini bilməsəm, gedib zərfdən danışacağam. Anlamamışam axı. Gərək anlayam ki, anladığımı müqayisə edə bilim. Aydındır? Bəli, müəllimə. Müəllimə, bəs təhlil etmə mərhələsində nəyə diqqət edirik? Təhlil eləmədə məlumatı deməli hissələrə bölə-bölə təqdim olunur. Ən vacib, ən səmərəli şəkildə. Amma bu o demək deyil ki, harda ən vacib, ən səmərəlini gördük, təhlil eləmə götürülür. Bəli. Deyirəm, dünyanın ən böyük silsiləsi hansıdır? Bu nədir? Bu xatırlamadır. Çünki konkret bir cavab verəcək. Bəli, ən böyük dağı, ən böyük şəhəri, ən böyük ölkəsi dünyanın haradır? Təbii ki, bu xatırlamaq mərhələsi. Amma görürsünüz, burada ən sözü var.
Ona görə deyirəm ki, açar sözləri əzbərləməyin. Açar sözlər insanı yanıldır. Biz sadəcə olaraq məntiqi başa düşməliyik. Məntiqi tapmalıyıq, anlamalıyıq ki, deməli situasiyalara yanaşa bilək. Təhlil etmə mərhələsinə uyğun olaraq deyirəm ki, İsmail Şıxlının, yox, belə deyim də, özüm dedim də cavabı. Bu sualı demirəm Əsəri sizə. bölmək, məsələn, dəli kürü hissələrə bölmək. Yox, dəli kürü hissələrə bölmək deməyəcəydim. Deyirəm ki, təhlil etmə mərhələsində biri var sən öz mövqeyini bildirmək, biri var müəllifin mövqeyini müəyyənləşdirirsən. Deyim müəllim onu. Deyim, sonra mən izah verərəm. Öz mövqeyini müəyyənləşdirmək deyəndə də dəyərləndirmə mərhələsidir. Bəli, dəyərləndirmə mərhələsidir. Öz mövqeyini müəyyənləşdirirsənsə. Amma müəllifin mövqeyini bildirirsənsə, müəllifin fikrini bildirirsənsə, artıq bu zaman olur nə? Olur təhlil etmə mərhələsi. Aydındır? Bəli müəllim. Lətafət müəllim. Oldu Dilşad müəllim, yaxşısınız hələ ki. Müəllimə necəsiz? Sağ olun, siz necəsiz? Yaxşıyam, çox sağ olun. Yaxşı olun. Lətafət müəllim, taksonomiyanın hansı mərhələsidir ki, bu mərhələdə dəfələrlə tətbiq olunarkən bu vərdişə çevrilir. Beyində həkk olunur. Burada əsas odur ki, praktik cəhətdən hər hansı bir fəaliyyəti həyata keçirirsən. Prosedural biliklə əlaqəli olur. Prosedural biliklə o tətbiq etmədir. Bəli, tətbiq etmə mərhələsidir. Tətbiq etmə mərhələsi Prosedural. Bəli, tətbiq etmə mərhələsində müəllimlər bir qədər belə deyək də, şagirdin oxuduğu, öyrəndiyi hər hansı bir informasiyanı yadda çıxartmaq bacarığı biraz zəif olur. Misal üçün, xatırlamaqda tez yaddan çıxardırsan. Çünki yəni oxudun, yadında saxlayırsan, məlumatı əzbərləyirsən. Yəni bu hazır informasiyadır, sadəcə əzbərləyirsən. Yəni bu tez yaddan çıxa bilər. Amma tətbiq etmə mərhələsində sən bunu tətbiq edirsən deyə bu vərdişə çevrilir bu bacarıqlar və şagirdin beyninə həkk olur. Yəni buna görə də bu praktik cəhətdən həyata keçirəndə də daha dərindən öyrənmiş oluruq, daha uzun müddətli yaddaşımıza keçiririk öyrəndiklərimizi. Ona görə də bu mərhələ prosedural biliklə əlaqəlidir və şagird yaddaşında da daha yaxşı qalmış olur. Lətafət müəllim, deyirəm ki, İsmail Şıxlının Dəli Kür əsərində sizcə Cahandar ağanın bacısına qarşı etdiyi davranış doğrudurmu? Bu müəllifin sözləri ilə təhlil etmək. Müəllifin sözü təhlil etmək. Yox, mən müəllif demədim axı müəllimə. Deyirəm ki, sizcə Cahandar ağanın bacısına qarşı etdiyi hərəkət doğrudurmu? Demirəm ki, İsmail Şıxlının fikridir. Sənə görə. Dəyərləndirməkdir. Bəli, dəyərləndirməkdir. Bəli, Öz mövqeyimlə deyəcəm ki, düzdür, düz deyil, bunu öz mövqeyimlə dəyərləndirəcəm. Bəli, öz mövqeyinizlə deyirsinizsə, bu zaman olur dəyərləndirmək mərhələsi. Bunu da bilək, bunu da öyrənmiş. Müəllimə, bax, mən o düstur anlamada düstur deyirsiniz. Niyə bu düstur, niyə tətbiq etmədə olmur bu düstur anlamada? Bəli, onun geniş izahını verəcəyik, müzakirə edəcəyik, narahat olmayın. O da yenilikdir, dəyişdi. Əvvəl elə götürürdü, tətbiq götürürdü. Riyaziyyatdan çox tətbiq elədiyimiz düsturlardır da tətbiq eləyirik, ona görə deyirəm. Aydındır. Əslində son 1 ilə qədər biz onu elə götürürdük, ancaq keçən ildən dəyişdi və biz onu artıq anlamaq mərhələsi kimi götürürük və onun da indi tətbiqə aid mən sizə çoxlu situasiyalar verəcəm və onda aydın olacaq ki, niyə, nə səbəbə bu cür olubdur. Sonra müəllimə deyirəm ki, ən böyük 3 rəqəmli cüt ədədlə ən kiçik 2 rəqəmli cüt ədədin cəmi nə qədərdir? Burada hansı? Lətafət müəllim, sizdə riyaziyyat idi də? Bəli, tətbiq etmədi. Demirəm, hesablayın. Taksonomiyan deyir. Burada nə olur? Bir də deyin, yadımdan çıxdı. Ən böyük 3 rəqəmli cüt ədədlə ən kiçik 2 rəqəmli cüt ədədin cəmi nə qədərdir? Bu tapşırığı həll edən şagird taksonomiyanın hansı mərhələsindədir?
Tətbiq etməkdir da, tətbiq Bəli, etmək. tətbiq etməkdir. Tətbiq edəndə, Qur'an eləyir tətbiq. bəli, çünki indi deyək, gələk buna baxaq ki, niyə düsturdan istifadə etmək və yaxud hər hansı bir İstifadə misalda etmir, hə. Onu hə, hesablayır da, istifadə eləmir düsturdan. bəli, Bəli, bunu tətbiq edir. tətbiq. Amma Lətafət müəllim, deyirəm ki, üçbucağın sahə düsturundan istifadə edərək bu məsələni həll edin. Müəllimə, O burada anlamadı, artıq anlamaq olur. Bəli, anlamaq olur. anlamadı. Niyə anlamaq olur? Ona görə anlamaq olur ki, artıq üçbucağın sahə düsturunu bu uşaq anlayır ki, bundan istifadə edə bilir də, anladır ki, düsturu tətbiq edə yerinə qoyub yaza bilir. Tətbiq Və etmir. anlamaq mərhələsi bir qədər sadə fəaliyyət tələb edir insandan. Amma tətbiq mərhələsi bir qədər mürəkkəb fəaliyyət tələb edir şagirddən. Niyə? Deyirəm ki, sahəni keçirəm riyaziyyatdan. Deyirəm ki, hər kəs getsin, tapşırıq verirəm də şagirdlərə. Hər kəs öz evində mətbəxin sahəsini hesablasın. Baxın, Yəni, tətbiq etməkdir. Doğru. mətbəxin sahəsini hesablayacaqsa bu tətbiqdir. Çünki şagird burada bilməlidir ki, mətbəxin sahəsini tapmaq, o eni uzuna vurmaq nə idi Lətafət müəllim? Sahədir, Hə, düzbucaqlığın sahəsidir. bəli, Kvadratın düzbucaqlığın sahə. sahəsi misal üçün də. İndi bilməlisən ki, sahə düsturları müxtəlifdir də. Üçbucağın sahəsi var, düzbucağın sahəsi var, də kvadratın sahəsi var, doğrudurmu? İndi uşaq bilməlidir ki, bu mətbəxin sahəsini hesablayanda hansı düsturdan istifadə edəcək? Öyrənib axı, üçbucağınkini də bilir, düzbucağınkini də bilir, dördbucağınkini də bilir. Hansından istifadə edəcək? Buna uşaq özü qərar verir. Sanki görürsüz bir qədər mürəkkəb bacarıqdır. Amma məsələ yazmışam, deyirəm ki, uşaqlar bu məsələni üçbucağın sahə düsturu ilə hesablayın. Hazır verirəm də düsturu. Amma deyirəm ki, Anlamır, hə, anlayıcı düstur. bəli, anlayır ki. Amma deyirəm ki, gedin mətbəxinizin sahəsini hesablayın. İndi burada hansı sahə düsturundan istifadə edəcək? Belə anlayın ki, sanki şagird öyrəndiyindən qərar verməlidir ki, hansı biliyimdən istifadə edim, hansı biliyimi tətbiq edim. Bax, ona görə tətbiq etmədə, yəni düsturdan istifadə etmək artıq tətbiq etmə götürülmür. Aydındır? Bəli. Müəllimə, deyirəm ki, Mikail Müşfiqin Yenə o bağ olaydı şeiri ilə bağlı fikirlərinizi ümumiləşdirin. Təhlil etməkdir, Niyə? ümumiləşdirməkdir, Hı -hı. anlamaqdır, o da anlamaqdır. Anlamaqdır. Anlayırsan ki, ümumiləşdirirsən. Bəli. Mən Mikail Bəli. Müşfiqin Yenə o bağ olaydı çox gözəl də bir şeirdir. Bu şeiri oxuyuram və bununla bağlı öz fikrimi ümumiləşdirirəm ki, şeirdə filan şeyləri demək istəyir. Anlayıram ki, ümumiləşdirirəm də, anlamasam mən bunu necə ümumiləşdirirəm? Təbii ki, bunu ümumiləşdirə bilmərəm. Deyirəm ki, oxuduğunuz əsəri səhnələşdirin. Səhnələşdirin. Hı -hı. Səhnələşdirmə. Səhnələşdirin. Oxumusunuz. İndi bunu O səhnələşdirmək lazım. tətbiq etməkdir. Bəli. Səhnələşdirmə də. Bəli, Hə, əlbəttə ki, tətbiq et. burada tətbiq etmə mərhələsi olacaqdır, səhnələşdirmək. Sonra Mən deyirəm ki, səsinizə qulaq asanda qeydiyyatlar da götürmüşəm burada dəftərdə. hə, Qulaq yaxşı, asanda videoda qeydiyyatlar eləyirəm hə. hə, yaxşıdır, qeydiyyat götürmək yaxşıdır ki, yəni əsas odur ki, vacib məqamları mən orada xüsusi qeyd eləyirəm, xüsusi vurğu ilə, tələffüzlə deyirəm ki, yəni bu sizin yadınızda qalsın. Lətafət müəllim, və sizə sonuncu sual verim ki, sizcə metodikanı öyrənmək üçün, kurikulumu öyrənmək üçün canlı dərsə getsəz daha keyfiyyətlidir, yoxsa onlayn dərslərdə elə keyfiyyətlidir? Bu təkrar olmayan hansı mərhələsinə uyğun gəlir? Fərqləndirməkdir, təhlil etmək, Yox. fərqləndirmək. Yox. Və yaxud deyirəm ki, yaxşı, belə deyim. Deyirəm ki, sizcə şagirdlər onlayn dərslə hazırlaşsalar, bu keyfiyyətlidirmi? Bu nə olar? Təqsən olmayan hansı mərhələsidir? Dəyərləndirməkdir. Əlbəttə ki, dəyərləndirməkdir. Dəyərləndirməkdə nə idi? Yəni burada sən öz fikrini deyirdin.
Deyirəm, Hər hə, hansı öz bir işi mövqeyimi, öz fikrimi, hə. bəli, öz mövqeyini Bəli. deyirsən, hər hansı bir işi qiymətləndirirsən, müsbət, mənfi cəhətlərini müəyyən edirsən, ən əsası qərəzsiz Müəllimə, şəkildə bilirik, münasibət sual bildirirsən. verəndə, bax, başqasını düz deyir. Ülviyə müəllimə keçən dəfə deyir ki, başqasına sual verəndə bilirik. Adamın özünə sual verəndə Hə, adam biraz özünü itirir. etirir. Ülviyə Hə, müəllim dərsdə yoxsa başqasını əsas odur ki, Axşamınız xeyir, bəli, müəlliməm. niyə Dərsdəyəm. səsinizi çıxartmırsınız? Keçən dəfə dedim birinci sizdən başlayacağam ki, başqasının sualına cavab verə Valla bilməyin. nəsə konuşma bilmirdim. Çıxdım bir də təzədən girdim. Qoşulda gördüm danışırsınız. Kəsmək istəmədim. Hə. Lətafət müəllim, başqasının sualları olsun, öz suallarınız olsun. Əsas odur ki, cavab verin. Əsas odur ki, biz burada öyrənirik. Yenə deyirəm, biz burada yetəri qədər görürsüz nə qədər situasiyalar verirəm də bir müəllimə. Bu sualı mən Lətafət müəllimə verirəmsə, bu o demək deyil ki, bu Lətafət müəllimin sualıdır. Siz də təbii ki, ürəyinizdə bunu cavablandırın. Yəni bu hamınıza aid olan bir sualdır. Ülviyə müəllim, Bəli, müəlliməm. deyirəm şeiri əzbərləyin. Taksonomiyanın hansı mərhələsinə aiddir? Əzbərliyim. Bəli. Ola bilir. Başqasına versən bilərdiniz də. Hə, elə valla bəslə elə hamının sualına cavab bilirdim. Aha. Şeiri əzbərləyin. Əfsanə müəllim. Taksonomiyanın hansı mərhələsi olar bu? Xatırlamaq. Necə? Xatırlamaq. Əlbəttə ki, mərhələsi. xatırlamaq. Ülviyə müəllim. Şeiri necə əzbərləyirəm? Oxuyuram, yadımda saxlayıram, danışıram. Anlayırıq. Taksonomiyanı anlamağa çalışırıq. Bunu sizin beyninizə yeridəcəm. Bu anlamasan taksonomiyanı yazmaq mümkün deyil. Şeiri necə əzbərləyirəm? Çoxlu oxuyuram, əzbərləyirəm. Oxuyuram, yadımda saxlayıram. Hə, qeyri-adi bir fəaliyyət nümayiş etdirmirəm ki, şeiri əzbərlə. Əzbərləyirəmsə xatırlayıram. Ülviyə müəllim, sizin ixtisasınız nə idi? Riyaziyyat. Sizdə də riyaziyyat idi. Aha. Deyirəm ki, Ferlan Magellanın coğrafiya elminin inkişafında hansı rolu olmuşdur? Bu suala cavab verən şagird taksonomiyanın hansı mərhələsində olur? Xatırlamaq. Bəli, xatırlamaq. Xatırlamaq. Bəli, çünki şagird Magellanın coğrafiya elminin inkişafında hansı rol olmuşdur? Yadına salacaq. Fikirləşib, Oxuyub yadına sal. bəli, fikirləşib yadına salacaq. Xatırlamaqda mən deyirəm də, bu nə bilsinkardadır. Gedib Magellanla bir yerdə olmayıb ki. Oxuyub hardansa yadına sala bilir. Bu olur xatırlamaq mərhələsi. Sonra deyirəm ki, Qarabağ, Şəki, Şamaxı xanlıqlarının daxili və xarici siyasəti haqqında oxuduqlarınızı öz sözlərinizlə danışın. Anlamaq. Bəli. Öz sözləri ifadə edirsə, Bəli. anlayıb şey ifadə edir. Aha, anlayıb ki, ifadə edə bilir. Bu da doğrudur. Bu da doğrudur. Deyirəm ki, yazıçını bu əsərdə düşündürən başlıca problemi müəyyənləşdirin. Bəs bu? Yazıçı mövqeyini vermək, Aha. təhlil etmək. Bəli, yazıçının mövqeyi olduğu üçün burada təhlil etmədir. Çünki yazıçını deyir bu əsərdə düşündürən, demir ki, səni düşündürən. Yazıçını düşündürən başlıca problemi müəyyənləşdirir. Təbii ki, bu olur, deməli, təhlil etmə mərhələsi. Təhlil etmə mərhələsi. Deyirəm ki, oxuduğunuz şeiri öz sözlərinizlə nəzmə çevirin. Anlamaq. Bəli, oxumuşam, artıq öz sözlərimlə nəzmə çevirirəmsə, bu da olur anlamaq mərhələsi. Doğru deyirsiniz. Oldu Ülviyə müəllimə, oldu, yaxşıdır. Hələ bizim daha geniş testlərimiz olacaq. İngiliscə. İnşallah Allah. Buyurun, nəsə sözünüz var idi? Hə.
Yəni hələ indi bir neçə MIQ suallarına baxacağıq burada. Bu ilki MIQ imtahanında istifadə olunmuş taksonomiya suallarını da burada müzakirə edəcəyik. Narahat olmayın. Onlar daha mürəkkəb suallardır və biz taksonomiyanın üzərində 1, 2, 3 dərs qalacağıq müəllimlər. Və bu gün biz ancaq necə? Qarşıya müəllimə, amma testi heç yaxşı işləyə bilmədim, göndərdiyi testi. Testi narahat Çətin olmayın. gəldi mənə. Narahat olmayın. İndi ilk dərs olduğu üçün, siz birinci dəfə öyrəndiyiniz üçün belə olur. Biz taksonomiyanın üzərində 1-2-3 dərs qalacağıq. Mən bu gün sizə daha rahat situasiyalar verəcəm. Verirəm görürsüz ki. Amma növbəti dərs situasiyalar daha mürəkkəb olacaq. Hansı ki uzun testlər, uzun situasiyalar, orada həm təfəkkürü soruşacaq, həm biliyi soruşacaq, həm taksonomiyanı soruşacaq. Bu növbəti dərs üçün olacaq. Təbii ki, bir dərsdə taksonomiyanı öyrənmək mümkün deyil. Heç kim bir dərsdə taksonomiyanı öyrənə bilməz. Kim deyir ki, öyrənirəm, yəni boş şeydir, boş fikirlərdir. Buna inanmayın. Yəni 1-2-3 dərsə bunu mükəmməl şəkildə öyrənəcəyik, narahat olmayın. Səbinə müəllim. İnşallah. Bəli, axşamınız xeyir müəllim. Axşamınız xeyir Səbinə müəllim. Müəllimə deyirəm ki, sizin məsələni başqa yolla, başqa hansı həll yolu təklif edə bilərsən? Bu məsələnin həllində, daha doğrusu, başqa hansı həll yolu təklif edə bilərsən? Başqa yol. Hı. Tətbiq olar. Yox. Ya- Niyə ya tətbiq da- olsun? Başqa həll yolu təklif edirsən. Yeni həll yolu. Yeni həll yolu təklif. Dəyərləndirmə. Yox. Dəyərləndirmə. Xeyr müəllimə. Siz Deyə bilərəm. buyurun Ülqə müəllim. Yaratmaq. Yaratmaq, əlbəttə ki, yaratmaq. Çünki Səbinə müəllim, deyirəm bu məsələnin həllində. Mən əslində onu demək istəyirdim, elə bir çaşdım, düzdür. Aha, eybi yox, narahat olmayın. Əsas odur ki, bilirsiniz. Yəni bir məsələnin həllində başqa hansı yolu təklif edə bilərsən? Başqa hansı yol? Yəni yeni bir yolda, yeni yolun təklifi təbii ki, bu yaratmaq mərhələsinə aiddir. Deyirəm ki, bu məsələnin həll yolunun düzgünlüyünü yoxlayın. Bu taksonomiyanın hansı mərhələsinə uyğun gəlir? Məsələnin düzgünlüyünü yoxlayır. Yoxlayın. Bəli. Bu məsələnin həll yolunun düzgünlüyünü yoxlayın. Yəni nə tərim anlayıb ki, yoxlayır, yoxsa Yox. təhlil. Anlamaq deyil. Müəllimə, Biraz çətin. Təhlil etməkdir, təhlil. xeyr, Müəllimə. təhlil etmək də deyil. Müəllimlər, bir məsələni, bir hadisəni, bir problemi biz qiymətləndiririksə, müsbət mənfi cəhətini deyiriksə, bəli, xalq müəllim, bu olur dəyərləndirmək. Biz də situasiyada necə dedim sizə? Hansı situasiyanı verdim? Deyirəm ki, bu məsələnin həll yolunun düzgünlüyünü yoxla. Yəni sən bunu qiymətləndirirsən, sən bunu dəyərləndirirsən, öz münasibətini bildirirsən ki, məsələnin həll yolu düzgündür yoxsa düzgün deyil. Bax bu olur, nə? Bu olur dəyərləndirmək mərhələsi. Müəllimə, o açar sözlər bizi aldadır da. Yoxlamaq ikisində də var axı, təhlil etməkdə də, dəyərləndirməkdə. Bəli, müəlliməm. Açar Bəs mən ona görə deyirəm ki, açar sözləri əzbərləməyin. Heç vaxt mən müəllimlərə icazə vermirəm açar sözləri əzbərləməyin. Əzbərləməyin. Açar sözlərini ümumiyyətlə əzbərləməyin. Lazım deyil, ehtiyac deyil. Səbinə müəllimə, deyirəm ki, harmonik rəqslərlə məcburi rəqslərin fərqi nədir? O anlamaqdır da. Təbii ki, anlamaq mərhələsidir, düz deyirsiniz. Yəni Sonra- müqayisə edir. Necə? Müqayisə eləyir də, yəni. Bəli, bununla fərqini, onun hər ikisini anlayır. Birinci harmonik rəqslərdə anlamalısan, məcburi rəqslərdə anlamalısan. Onların da fərqləndirib fərqini anlayıramsa, təbii ki, bu anlamaq mərhələsinə aid olur. Sonra deyirəm ki, iki hadisəni müqayisə edin. müqayisə. Hı hı. Yəni o da əslində anlamaqdadır da. Bəli, bəli, o da anlamaq mərhələsinə aid olur. Deyirəm ki, müəllimə, sizcə yazıçı
Cahandar ağaya necə münasibət bəsləyir? Fikirlərinizi nümunələrlə əsaslandırın. Fikirləşin, hamınız fikirləşin, tələsməyin cavab verməyə. Bir də Sizcə, təkrar edin. aha, edəcəm, narahat olmayın. Hər biriniz fikirləşin. Sizcə yazıçı Cahandar ağaya necə münasibət bəsləyir? O Fikirlərinizi yəni nümunələrlə əsaslandırın. Yazarın dilindən də Bircə özün dəqiqə deyil. Xaldə müəllimə. Sual Səbinə müəllimin sualıdır. Cavablandıra bilməsə digər müəllimlər cavablandıracaq. burada yəni iki dənə bir şeydən gedir. Bir o nədir müəllifin yəni söhbət gedirsə, o təhlil olacaqdır. Yəni o cür. Əgər. Amma siz axı deyirsiniz ki, bir də orada bir dənə də söz dediniz. Bax, yəni onu Fikirlərinizi nümunələrlə əsaslandırın. hə, bax nümunələrlə. Bax Hə. o uca ikinci fikirdir. Mən elə gəlir ki, o dəyərləndirməkdir. Aha. Sizə elə gəlir ki, dəyərləndirməkdir. Sonra kim əlini qaldırmışdı? Əfsanə müəllim. Dəyərləndirmək ehtimalı. Dəyərləndirmək. Xaldə müəllim necə deyir? Dəyərləndirmək. Bəs Xaldə müəllim nə deyir? Bayaq cavab vermək istəyirdi. Mən də deyirəm. Demək Deyir, hamı deyir. dəyər deyir, dəyərləndirməkdir. Bozmayın. Hamı niyə dəyər deyirsən də dəyər deyirsən? Onda tənqidi təfəkkürünüz zəifdir. Tənqidi təfəkkürdə nə deyirdik? Hamının dediyi fikrin doğru olduğunu qəbul etmək. Bu tənqidi təfəkkür olur? Təbii ki, xeyr. Ürəyiniz nə demək istəyərdiniz? Arqumentlər gətirir. Anlamaqdır da, anlayır ki, nümunə gətirir də. Baxın müəllimlər, nümunə gətirmir. Nümunə gətirmir. İndi burada bir incə məqam var. Buna toxunaq. Deyirəm Müəllimə ki, dəyərləndirməkdə deyirdi ki, öz fikirlərini əsaslandırmaq var idi da. Ona görə mən dəyərləndirmək baxın əfsanə müəllimə. Sizi anlayıram. Sadəcə olaraq biz bu taksonomiya mərhələsinə qədər təfəkkür mövzusunu keçmişik və biz orada məntiqi və tənqidi təfəkkürü keçmişik. Və mən də izahımda dəfələrlə sizin üçün qeyd eləmişəm ki, dəyərləndirmək mərhələsi həmçinin də tənqidi təfəkkürlə əlaqəli olur. Tənqidi təfəkkür də varsa, deməli burada insan öz obyektiv fikrini söyləməlidir. İnsan öz fikrini deməlidir. Doğrudurmu? İndi deyirəm ki, amma məntiqi təfəkkürdə nə idi? Məntiqi təfəkkürdə bu cür idi ki, fakta əsasən fikir bildirirdim. İndi deyir, sizcə yazıcı Cahandar ağaya necə münasibət bəsləyir? Fikirlərinizi nümunələrlə əsaslandırın. Öz fikrimi demirəm ki, mən nümunə gətirib, əsərdən nümunə gətirirəm. Ona görə burada olur təhlil etmə mərhələsi müəllimlər. Bayaqları mən onu dedim. Yəni birinci mən o təhlili dedim. Dediniz, sonra özünüzü inandırdınız. Birinci onu dedim. Bilirsiniz Vətən, elə bir sual mənə çox çatmadı. Onu mən dedim ki, yəni birinci təhlil etməyi düşünürəm, götürürəm. Amma orada o ikinci məqam ki, o biraz o nümunələr göstərməsi var idi ha. Orada mən biraz çaşdım ki, bu ola bilər dəyərləndirmə. Aha, bəli. Elə sualın ən incə məqamı biraz. Mən bilirsiniz Vətən, mən ona görə deyirəm ki, sizə mən sualı gələ bir neçə dəfə oxuyam ki, mənə çatsın. Ona görə mən görürəm ikinci dəfə də istədim sizdən, ancaq demək birinci fikrim düzdürmüş. Birinci fikriniz bəli doğruydu. Burada təhlil etmə mərhələsidir. Buna da diqqət edək. Səbinə müəllimə, deyirəm ki, verilən dövlət rəmzləri içində Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının rəmzlərini müəyyən edin. Müəyyən edin. Aha. Yəni bu xatırlamadır da. Əlbəttə, xatırlamaqdır. Çünki bir çox dövlətlərin rəmzləri verib. Siz Azərbaycanın rəmzini yadınıza salasınız, xatırlayacaqsınız və seçəcəksiniz ki, bunlardır. Bu müəyyən edəcəksiniz. Bu təbii ki, xatırlamaq mərhələsidir. Oldu Səbinə müəllim. Yenə deyirəm, sizin hamınızda kurikulum bazası sıfırdır və taksonomiyada çətin mövzudur. Yəni 1, 3, 4 dərsə biz taksonomiyanı o qədər müzakirə edəcəyik ki, sizin üçün ən sevdiyiniz mövzu, ən asan mövzu olacaq taksonomiya. Əfsanə müəllim. Bəli, müəllim işte. Sizi sual cavab etdim. Yox, müəllim. Aha.
Müəllimə, deyirəm ki, Osmanlı və Səfəvi arasında Amasya müqaviləsi nə vaxt imzalanıb? Xatırlamaqdır mənim. Xatırlamaq məsələsi. Deyirəm ki, şagird litosfer tavalarının hərəkəti nəzəriyyəsini izah edir və bu zaman Wegener'in fikirlərinin doğru olduğunu əsaslandırır və bunu öz sözləri ilə şərh edə bilirsə, şagird idrak taksonomiyasının hansı mərhələsindədir? Birinci xatırlayır, sonra anlayır, sonda dəyərləndirir. Yox, dəyərləndirir demədim ki, öz sözləri ilə ifadə edə bilir. İzah edə bilir. Onda mənim anlamaqdır elə. Əlbəttə ki, anlamaqdır. Yəni Wegener nəzəriyyəsi haqqında danışır və nəzəriyyənin litosfer tavası nəzəriyyəsi haqqında danışır və Wegener nəzəriyyəsinin doğru olduğunu söylüyor. Bunu əsaslandırır, təbii ki, indi o coğrafiya hissəsi ilə. Bu, təbii ki, anlayıb ki, bunları eləyə bilir. Deyirəm ki, əsəri oxuyub nəticə çıxarmaq olar? Əsəri oxuyub nə nəticə çıxarmaq olar? Bəli. Nə nəticə çıxarmaq? Anlamaqdır bu da. Əlbəttə ki, bu da anlamaq mərhələsinə aiddir. Ki, yəni əsəri oxuyursan, onu başa düşüb, anlayıb bir nəticə çıxarırsansa, bu olur anlamaq mərhələsi. Bəli, anlamaq mərhələsi. Deyirəm ki, Mikail Müşfiqin Yenə o bax olaydı şeiri ilə bağlı fikirlərinizi əsaslandırın. Fikirlərinizi əsaslandırın. Bir dəqiqə mənimlə fikirləşim. Fikrinizi əsaslandırın. Dəyərləndirməkdir mənimlə. Əlbəttə ki, sən o əsərə, o şeirə uyğun olaraq öz fikrini deyirsən, öz fikrini söylürsənsə, bu dəyərləndirmək mərhələsinə aiddir. Deyirəm, yazıçının bu əsərdə düşündürən başlıca problemi müəyyənləşdirin. Anlamaq. Yox. Yazıçının bu əsərdə düşündürən başlıca problem. Yazıçının fikrini, yazıçının mövqeyini və yazıçının problemini müəyyənləşdirirəmsə, təbii ki, müəllifin mövqeyindən söhbət gedir və bu zaman təhlil etmə mərhələsi olur əfsanə müəllim. Aha. Biraz da diqqətli olaq müəllimə. Yəni deyirəm, indi 3-4 dərsə bu daha da mükəmməl öyrənəcəksiniz. Xaldə müəllim sizdən soruşdum. Axşamınız xeyir müəllim, xeyir. Aha. Xalidə müəllimə, deyirəm ki, oxuduğunuz kitaba münasibətiniz, oxuduğun bu əsərə münasibətin necədir? Fikirlərini öz sözlərinlə əsaslandır. Anlamaq. Nədən? Nəyə görə anlamaq misal üçün? Necə izah eləyərsiniz? Öz fikirlərini əsaslandırmağa görə. Ay, sağ ol. Öz fikrini əsaslandırmaq, anlamaq mərhələsində idi mi Xaldə müəllim? Təbii ki, yox. Iris. Dəyərləndirmədir. Əlbəttə dəyərləndirmək. Siz bilirsiniz nəyə qarışdırırsınız? Mən sizə indi izah eləyim burada. Öz sözü ilə izah etmək, öz sözü ilə əsaslandırmaq. Əgər hər hansı bir məsələni, problemi, qaydanı öz sözümlə izah edirəmsə, öz sözümlə ifadə edirəmsə, bu zaman olur anlamaq mərhələsi. Deyirəm ki, oxuduğum bu əsəri öz sözlərinlə ifadə et. Bu nə olur? Bu anlamaq mərhələsi və yaxud öz sözlərinlə danış. Bu olur anlamaq mərhələsi. Çünki mən əsəri oxuyuram, özümünküləşdirirəm. Necə başa düşmüşəmsə elə danışıram. Anladığım kimi, başa düşdüyüm kimi danışıram. Bu zaman olur anlamaq mərhələsi. Bir də var ki, bu əsəri oxumuşam, bunu fikirlərimi öz sözlərinlə əsaslandırırsam. Bax, fikirlərimi əsaslandırıram. Öz fikrimi əsaslandırmaq, bu olur nə? Bu olur dəyərləndirmək mərhələsi. Aydındır? Bəli. Aha.
Deyirəm ki, Azərbaycan prezidentinin Xankəndiyə etdiyi səfər zamanı prezidentin çıxışındakı ən vacib məqamları müəyyən edin. Bu hansı mərhələ olur? Müəyyən etin. Hı -hı. O da anlamaqdır. Yox, deyirəm ki, Xankəndində çıxış zamanı prezidentimizin çıxışı zamanı ən vacib məqamları müəyyən edin. Ən vacib Aha, dəyərləndirmədir. xeyr. Ən vacib. Müəllimə, mən bu çıxışı dinləyirəm. Buyurun Dilşad müəllim. Müəllimə təhlil eləmək Təhlil fikri eləmək. var idi. Sınaqda da var idi belə bir sual. Bəli, sınaqda da var belə bir sual. Xalidə müəllim, prezidentin çıxışını dinləyirəm, təhlil edirəm, deyirəm ən vacib məqamlar, ən vacib fikirlər bax bu fikirlərdir. Ən vacib təhlil edib bunu deyirəmsə, bu olur nə? Bu olur təhlil etmə mərhələsi. Deyirəm ki, Qazan xanın evinin yağmalanması boyundakı bu nə idi? Ay Dilşad müəllim, boydu da o, hə. Bəli, bəli Hə, müəllim. boyundakı başlıca ideyanı üzə çıxarın. Burada nə olur? Əlbəttə məndən soruşmayın. Mənim bir xəssiyyətim var ki, yəni bir sual vermədim, ikincini vermədim ki, məndə beyin gedir. O həmişə olur. Adi imtahanda da elə oluram. 2 sual dalbadal yazamıramsa yazmayacağam. Yox, Sonra Allah, buyuram imtahan qələm eləməyin. Həqiqətən elədir. Mən də təmiz şey oluram. Aha, yaxşı. Bu gün dinlədiyi kimi qalın. Əlavə suallar verdikcə dinləyin. Amma siz Allah imtahan deyil eləməyin. 1-2 sual yazmadım, beyin donmasın. Əziyyətimizi heyf eləməyin. Ya, həqiqətən elədir. O birinci sualı açıram, bilmirəm. İkincini açıram, bilmirəm. Sonra gedir. Ücə bilirəm ki, mən bir keçməyəcəm ya da kəsildi. Yox, Yəni həqiqətən elə şeylər ağlınıza gətirməyin. Kəsilmək heç, kəsilmək heç. Başıma gəlir. Yəni Kül ki, beyindir gedir məndə. Hə, kəsilməyə heç kül hərfini işlətməyin. İnşallah hər birimiz uğur qazanasınız. İnşallah yüksək nəticə olacaqdır. Narahat olmayın. İnşallah. Sonra burada Aynur müəllim. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Müəllimə, mən bu gün dinləyici kimi, bu gün yas var idi. Səhərdən oradaydım təzə. Olar Aynur müəllim, dinləyici kimi qalın, amma çalışın ki, düzdür biz taksonomiyanın üstə bir neçə dərs qalacağıq, amma bu sizdə arxayınlıq yaratmasın. Biz taksonomiyanın üstə ona görə qalırıq ki, daha mükəmməl öyrənək, daha yaxşı təhlil edə bilək. Həlimə müəllim, Qoşulmamaq edirik. Canlı dərsin üstünlüyü budur da, Aynur müəllim. Ona görə dedim qoşulum, amma dinləyici kimi də. Narahat olmayın. Həlimə müəllim. Salam müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Həlimə müəllim, deyirəm ki, dramatik və epik dövün fərqi nədir? Əsaslandırmaq yəqin ki, bu təhlil etmə mərhələsinə aid olar. Necə? Təhlil etmə. Yox, fərqləndirirsən. Dramatiklə epikin fərqi nədir? Burada nə olur? Anlamaqdır da, anlayıram. Bəli, fərqləndirə bilirəmsə, anlayıram ki, fərqləndirirəm. Həlimə müəllim, səsiniz aydın gəlmir. Aydın gəlmir. Necə səs gəlir, uzaqdan gəlir səsiniz? Hə, indi yaxşıdır. Necə müəllimə? Yaxşıdır indi. Hə, onu yerə qoymuşdum stolun üstünə, ona görə. Aha, olar. Deyirəm ki, hə, müəllimlər, bax bir yaxşı incə sual verəcəm, hamıya aiddir. Deyirəm, şagird öz çəkdiyi rəsmi izah edir. Bu zaman idrak taksonomiyasının hansı mərhələsində olduğunu müəyyən edin. Bu dəyərləndirmədir müəllimə. Aha, siz dəyərləndirmək deyirsiniz. Bəli. Yaradıcılıq olar. Səbinə müəllim. Burada yaratmaq olur, yaradıcılıq olur. Mən də onun fikirləşirəm. Şagird öz çəkdiyi rəsmi izah edir. Yaratmaq. Dilşad müəllim nə deyir? Fikrini izah edirsə, burada yəqin ki, bu olar, dəyərləndirmək olar da. Mən də dəyərləndirmək. Mən də o fikirdəyəm, çünki özü çəkib öz
özünün məhsuludur Hı. və öz şəklində izah eləyir. Nə Elə deyirsiniz? bir ki, belə deyək də, qiymət verin də Dəyərləndirmək. müəllimə. Aha. Baxın müəllimlər, MİQ sualıdır. Bu sual Dəyərləndirmək deyir dedim. ki, şagird öz çəkdiyi rəsmi izah edir. Müəllimlər, ona görə deyirəm ki, açar sözləri əzbərləməyin. Bir açar söz bir neçə mərhələdə olur. İndi biz izah etməyi normalda anlamaq götürürük də, düzdürmü? Situasiyaların çoxunda da bir 80-90% anlamaq olur. Yəni hər izah etməyi də anlamaq götürmək olmaz axı. Hər izah etmək də anlamaq deyil. Mən özüm şəxsi bir yaradıcı ideyamı, öz yaratdığım bir ideyanı izah edirəmsə, bu yaradıcıdır. Bu niyə anlamaq olsun ki? Mən deyirəm ki, şagird öz çəkdiyi rəsmi izah edir. Özü yaradıb da bu şəkli. Öz yaratdığı bir məhsulu, mən bir telefon yaratmışam. Bu telefon haqqında məlumat verirəmsə, bu nə olur? Yaratmaq mərhələsi olur da. Ona görə taksonomiyanın açar sözlərini əzbərləməyin. Baxın, izah etmək sözünü görüb çox müəllim anlamaq götürə bilər. Amma burada anlamaq yox, burada yaratmaqdır. Çünki mən öz yaradıcı ideyamı, yaradıcı məhsulumu istifadə edib ortaya qoyuramsa, bu olur da, bu olur təbii ki, yaratmaq mərhələsi. İzah etməyi görüb o saat anlamaq götürməyin. Sonra bir dənə də sual verib sizə. Diqqətlə dinləyin sualı. Deyirəm, şagirdlər texnologiya dərsində isti tavanı masaya qoyurlar və masa zədələnir. Müəllim şagirdlərə istilik izolyasiyasına ən uyğun materialı seçib model hazırlamaq tapşırır. Bir də oxuyuram. Diqqətlə dinləyin. Birinci Həlimə müəllim cavab verəcək, sonra siz cavab verəsiniz. Bir də deyirəm. Şagirdlər texnologiya dərsində isti tavanı masaya qoyurlar və masa zədələnir. Müəllim şagirdlərə istilik izolyasiyasına ən uyğun materialı seçib model hazırlamaq tapşırır. Və onu da deyib ki, ən uyğun materialı seçib. Burada ən uyğunu görüb təhlil götürməyin. Cavabda təhlil yoxdur. Bir dənə sizə köməklik bunu eləyə bilərəm. Mən deyə bilərəm. Buyurun. Müəllimə, burada tətbiq olar. Mən də tətbiq deyirəm. Mən də elə deyirəm, Səbinə müəllimə kimi. Tamam. Mən də anlamaq deyirəm. Xalqə müəllim anlamaq, bəli. Sonra digər müəllimlər fikirlərinizi deyin. Əfsanə müəllim, Dilşad müəllim, Misalə müəllim, haqqını tez deyin. Tətbiq etmək. Əfsanə müəllim tətbiq, əla müəllimlər. Tətbiq etmə mərhələsi düşünən müəllimlər düz fikirləşirlər. Müəllimlər, bu bir qədər bu da çaşdırıcıdır. Niyə? Burada biri var, ən uyğun materialı seçin. Burada ən uyğunu görüb müəllimlər tez təhlil götürə bilərlər. Təhlil yoxdur. MİQ sualıdır bu da. Bu il düşübdüm. Sonra deyir ki, model hazırlayın. Model hazırlamaq da görəndə müəllimlər olsa bunu yaradıcı götürə bilərlər. Yaratmaq mərhələsi. Amma model hazır olan bir şeydir də müəllimlər. Model hazır olan bir şeydir ki, sən bu hazır olan bir modelə baxıb nümunə hazırlayırsansa, sən nəyisə yaratmadın ki, bu model sənin gözün qarşısında da, buna baxıb nəyisə hazırlamaq, nəyisə yaratmaq deyil. Yaratmaq odur ki, yoxdan var eləyəsən. O yoxdur, onu sən yaratmısan. Amma bu model bunun bir nümunəsi var da. Ona görə model hazırlamağı da görüb, yaradıcı təfəkkür də götürən olar. Yəni müəllimlərdən yaradıcı təfəkkür yox, üzr istəyirəm. Yaratmaq mərhələsi. Amma cavab olaraq bu olur tətbiq etmə. Çünki bu yaradıcı olmaz. Niyə? Şagirdlər istilik izolyasiyasına uyğun model hazırlamalıdır. İndi istilik izolyasiyasına uyğun bunlar texnologiya dərsində nə keçiblərsə, o bildiklərindən istifadə edəcəklər və bundan tətbiq edib bir model hazırlayacaqlar. Ona görə burada olur nə? Burada olur tətbiq etmə mərhələsi. Yəni müəyyən mövzular keçilib, bunlar müəyyən mövzunu öyrəniblər. İndi əsas öyrəndiklərinə əsasən bundan istifadə edə bilərlər. Bir dənə də ümumi sual verirəm, yenə fikirlərinizi bildirin. Deyirəm, müəllim şagirdlərə taxtadan funksional kitab rəfi hazırlamaq tapşırığını verərkən düzgün ölçmə, kəsmə və
montaj işlərini müəyyənləşdirmələrini istəyir. Bu zaman taksonomiyanın hansı mərhələsinə uyğun gəlir? Tətbiq etmək müəllimə. Burada təhlil, Mən də təhlil tətbiq. mən bilirəm. Tətbiq. Baxın. Təhlil. Təhlil də var, tətbiq də Evet. var. Deməli deyir ki, müəllim şagirdlərə taxtadan funksional kitab rəfi hazırlamaq tapşırığını verərkən düzgün ölçmə, kəsmə və montaj işlərini müəyyənləşdirmələrini istəyir. Müəllimlər, burada da incə sualdır, əfsanə müəllim. Burada deyir ki, şagirdlərə taxtadan funksional kitab rəfi hazırlamaq tapşırığı. Yəni demir kitab rəfi hazırla. Bax bu cür sualları, situasiyaları görəndə müəllimlər o saat yaradıcı götürürlər. Çox müəllim. Amma burada deyir rəfi hazırlamaq tapşırığı verir. Bu uşaq rəf hazırlamır ki. Deyir düzgün ölçmə, kəsmə, montaj işlərini müəyyənləşdirmələrini istəyir. Bu iki başlı sualdır da. Yəni bu rəf yaratmaq görməklə siz bunu yaratmaq mərhələsinə götürə bilməzsiniz. İndi şagird bilməlidir ki, ölçmədə, kəsmədə, nə bilim montajda rəngləmə var, bəzəmə var. İndi texnologiya müəllimləri daha yaxşı bilir də. Bu işlərin aparacağını müəyyənləşdirir. Keçdiklərindən, öyrəndiklərindən harda necə istifadə edəcək. Bu zaman nə olur? Təbii ki, tətbiq etmə mərhələsi olur. Ona görə burada olur tətbiq etmə mərhələsi. Yəni nə isə o saat yaradıcı kimi görüb yaratmaq mərhələsi götürmək olmaz.